tatu mədəniyyətinə necə yanaşırsınız? En mırdar medeniyet, o tatu medeniyeti medeniyet değil. En mırdarıdır. Ne kadınlara onu hazırlıyor, ne kişilere. Niye? Onlar türmeden üzü beri gelen ferdişlerdir. Anladınız mı? Ben mühendisem özüm. Onların hiçbirisi ne cavanlar için, ne yaşlılar için yol verilmezdi. Bir Müslüman olarak, Azerbaycanlı olarak onların hamısına nifret edeceğim. Onu eden adamların özüne de nifret edeceğim. O nedir ki, neyi değişir o? Yazıqda qolumuzu, ne istiyorsunuz burama yazdım, burama yazdım, neyi değişir o? Onlar yol verilmez kızım. Nəvəviz bir gün gəlib desə ki, tatu eləmək istəyirəm. Mümkün değil. Ne nevem, ne evlat. Qadağan eləyərsiniz. 100%. Onlar eğer benim soyumu daşırlarsa heç vaxt tatu edə bilməzlər. Mümkün deyil. Ne qədər sərt radikal. Yox, sərt radikal nədir ki? Demokratiya o deyil ki, biz gedək axmaq hərəkətlər eləyək. Yox, amma insanın öz seçimi də var. Yox, onlar Allah o zindanda olanların yolunu açsınlar. O vərdişlər çərinin vərdişləridir. Çölün yox və nə bu oğlana, nə sizə o tatu o nədir ki? Belə bir şey olar. Biz müsəlman deyilik. Mən gəlinimi heç vaxt tatu ilə görmərəm. Elə həmən qovarım. Həmən evdən. Çox sağ ol. Sağ olun.